Hər vaxtınız xeyir olsun. Yenə də mən tramvaydan vlog başlatdım. Bilmirəm, bu vlog qısa olacaq deyəsən, sonuncular ola bilər, onları birləşdirim, ola bilər ayrı-ayrı paylaşım. Hər nəysə, baxmadı tanıram. Hər nəysə, indi biz bir yerdə kahvaltıya gedirik, səhər yeməyinə. Bura gələndən biz otel daxil səhər yeməyi götürmüşdük. Daha doğrusu səhər yeməyi daxil otel götürmüşdük. Amma dedik, burada qəşəng bir səhər yeməyi yeməmiş getməyək. Ona görə də bugün səhər yeməyini gedirik. Deməli, indi buradan dığırlanıb gedəcəm. Üzü aşağı. Nə var? Səhər yeməyi. Nə səhər yeməyidir? Hatay üsulu səhər yeməyi idi. Səhər yeməyinə gedirik. Yəni ki, dığırlanıb. Beşiktaş kahvaltıcılar sokağı tarafda. Bizim gəldiyimiz səhər yeməyi məkanı buradır. Good morning breakfast. Instagram'a baxa bilərsiniz. Qəşəng görsənir. Hoş bulduk. Ben sonra tadına bakacaksınız zaten. Evet. Umarım çok beğeneceksiniz. Çok sağ olun. İnşallah beğeniriz. Gözlememiz var. Karışık. Evet. Otlu, peynirli, Bizdə ona patatesli. Gutab diyorlar. Gutab. Kutab değiller bizde. Kutab. Evet, Gutab. kutab. Ha, çok güzel. Çok sağ olun. Teşekkür ederiz. Biz Rica size ederim. engel Rica olmayalım. ederim. Yok engel. Teşekkür ederiz. Teşekkür ederim. Bir de çevireyim öbür tarafın o zaman. Tamam. Azerbaycan. Evet. Ha, biraz önce de Evet. çekmişsiniz ama hanımlar yoktu. İyi oldu yeniden çektiğiniz. Təbii ki, bura qədər gəlib sərpmə bir səhər yeməyi yemədən gedə bilməzdik, amma necə oldu ki, bu məkana qərar verdik. İndi onu sizinlə bölüşmək istəyirəm. Deməli, eniştəniz mənə sürpriz eləyib. Bu məşhur Mimar Sinan Rooftop adlı məkan var, hansı ki, yəqin ki, videolarını görmüsünüz blogerlərdə. Deməli, böyük hündür bir nöqtədir, arxasında böyük bir məscid var və üzərindən ancaq martılar uçuşur və insanlar martıları yemləyərək videolar çəkirlər. Bunlar da viral olur. Görünüş falan çox qəşəngdir, çünki yerdən oturacaqlar, masa yerdəndir və s. Yəni yaxşı bir ambiyans var. Sadəcə olaraq hədsiz bahadır. Yəni səhv eləmirəmsə yoldaşım 120 manat dedi səhər yeməyinin qiymətini. Yəni mənə absurd şəkildə baha gəldi biraz. Çünki sadəcə bir-iki şəkil üçün o qədər pul verməyə dəyməz ki, normalda mən zaten səhərlər çox da yemək yeyən biri deyiləm. Çox sağ olsun düşünüb və mənə belə bir sürpriz eləmək istəyib, amma düzü mən qıymadım. Həm də ki, ondan da əlavə olaraq mən düşündüm və onunla da bu fikrimi bölüşdüm ki, əgər martılar gəlib mənim süfrəmə qonsa və yaxud da hər hansı bir yeməyimə toxunsa, mən iyrənib yeyə bilməyəcəm və o səhər yeməyi hər kimizin, necə deyirlər, burnundan gələcək. Ona görə də son anda qərarımızı dəyişdik və başladıq yeni bir səhər yeməyi məkanı axtarmağa. Buranı son anda tapdıq və rezerv edib gəldik. Burada Hatay üsulu səhər yeməyi verən və son zamanlar həm Instagram, həm də TikTok platformasında məşhurlaşan bir məkan idi. Deməli, burada biraz yeyən kimi doydum. Nəysə, əsas odur sizə bunu göstərmək istəyirəm ki, bizə bildiyiniz dəmi gətiriblər ki, için. Biz də ağ su istədik, çünki bunlar çox tüm çay içib, dəhşət. Yəni, bildiyiniz dəm var, qara dəm, qara. Onu gətiriblər ki, bunu iç. Yəni, necə içə bilərəm bunu? O sırada mən qaynar su istədim. Və özümə çay düzəltdim. Düzdür, burada belə tam rəhsiz mamam demiş, polis qapıda dayanıb, ay bala. Kimisindən bir çay alınıb, amma elə deyil, rəngi tündür. Sadəcə burada videoda elə düşür. Süfrədə gördüyünüz hər şey setə daxil idi. Sadəcə bu mıhlamanı əlavə sifariş elədik. Çünki mıhlama mən Bakıda da yeməmişdim, maraqlı idi. Selam, hoş bulduk. Kamran'da altı parkingler çok. Değil mi? Çok da uygun fiyat. Hə, qoy bəylər müzakirələrini eləsinlər. Mən də sizə nə deyim? Deməli, bu səhər yeməyi normalda 695 TL-dir. Sadəcə biz həftə içi getdiyimiz üçün bir nəfərə görə 595 TL ödədik. Bu da orta hesabla ümumi biz əlavə mıhlama da götürdüyümüz üçün 60 manata gəlib çıxdı bizim üstümüzə. Amma deyim ki, olduqca dadlıydı və çox doyumluydu. Biz təsəvvür edin, süfrədən nə qədər şey qoyduq, eləcə qaldı. Amma hər şey çox ləzzətlidir və bəzi təamlar limitsiz idi. İndi isə Türkiyənin ən lüks ticarət mərkəzinə gəlmişik. Bura Zorlu Sentirdir. Harbiden zorlu sanırım. Baxın, girişi belədir. Bura Zorlu Performans Sanatları Mərkəzidir.
Bu mankenlərin fərqliyinə baxın. Çok qəşəngdir. Cirim səmbər bir şey istəyib, baxım görmə var burada. Sizə buranın terasını göstərmək istəyirəm. Baxın, belə görünür. Bu arada mən də belə həm Sephora'dan həm də Watsons'dan bir şey aldım. Bura isə Türkiyənin port bazarıdır. Baxın, burada meyvələr var. Belə böyük çiyələklər. Qiyməti isə sadəcə 250 TL sayaq. Bu da hardasa 10 manat eləyir. 25'e bölün. Nə görürsünüzsə 25'e bölün. Təxmini qiymətdir, düzdür, amma rahatdır da, yəni 1 manat, 2 manat o tərəf bu tərəf olar ya yox. 400 TL-yə alçalar. Çox ucuzdur bu arada burada hər şey. Erik Malta. Kamran buna çox belə demişdi ki, ay bunu yiyeyim, bunu dadım, amma çürük görsən hamısı, amma qiymət normaldır 200 TL. Şaftalılar var. Ay canım anam, mən mamamın ən sevdiyim meyvədir tüksüz şaftalı. Mən mamamın ən sevdiyim meyvə bu olduğunu biləndən bəri bunu yeyə bilmirəm. Mən də artıq ancaq onu yeyirəm. Burada normal meyvələr, portakal. Burada belə çox şirinliyə, belə şey formasında, çanta formasındadır, 55 TL. Burada belə siyah sarımsaq var. Bu da çox maraqlıdır, 370 TL. Qoz burada belə satılır. Qoz neçədir görəm? Burada qiymətini görmürəm. Yox, hə, 290 TL hardasa. Sonra içərisi isə belə görünür. Burada belə bütün göyərtilərin hazır yuyulmuş, təmizlənmiş versiyası. Mango. Mango 150 TL bir dənəsi. İndi biz deməli Maldivdə olanda marakuyan yemişdik, çox bəyənmişdik və Bakıya gələndə gördük ki, səndə onun qiyməti 70-80 manat imiş. Biz favorit premiumuna görmüşdük. Burada isə 120 TL-dir, mütləq yeməliyik. Sonra belə ejderha meyvəsinə bənzər bir meyvədir. Bu deyəsən, bunun adı nəsə, burada başqa bir şey yazılıb. Bunun heç dadı yoxdur. Baxın, bunu da yemişik. Ulduza bənzərdi doğrayanda, amma dadı sıfır. Sonra bunu da yemişik. Bəyənməmişəm. İçi biraz karamel kimi dadır. Mən karamel sevmirəm. Sonra burada belə kakos satırlar. Kakos sevərlər üçün maraqlı ola bilər. Mən o qədər də belə wow dəlisi deyiləm. Bunlar isə qızıl çiyələklərdir və mən heç dadını sevmirəm. Ümumiyyətlə dadı gəlmir məncə ondan. Sonra belə bura bildiyimiz meyvə tərəvəzlərdir. Bura pendirlər və s. O bir tərəflər atışdırmalıqlardır. Burada bal bu qiymətədir. Sonra bir də belə süd məhsulları var. Hə, burada ən çox satış olunan, yəni bu markada Alpronun südləri, badam südü, laktozsuz, nə bilim kakos südü və s. İnsanlar burada dəhşət çox istifadə edir bunu. Belə. Ümumilikdə belə. Təkrar Ortaköy'ə gəldik. Bura kumpir sokağı. Burada herkes bağırıyor. Herkes size kumpir yedirmek istiyor. Evet. Böyle uzanıyor işte. Burada da var kumpir. Teşekkürler. Bol kepçe hazır. Hələ vapura 1 saat ver deyə gəlmişik coffee shop'a. Buradan içməyə bir şeyler götürüb, daha sonra içib, daha sonra da vapura binəcəyik. Burada şirniyyatlara baxın. Bu arada sifarişi verdim. 10 gözləyənə qədər sizə buranın pullarını göstərmək istəyirəm. Bu 5 TL'dir. Baxın belə görünür. Burada kimdir? Aydın sayılı operatör, doktor, yox. Profesör doktorda axırı əvvəlini bilmədim. Belə, bu bir üzü də Atatürk'dür. Bu yenə də Atatürk, 10 lira. Bu yanında Cahit Arif, 10 lira göstərdim. Bir də 50 TL'ni göstərim. Bu da Fatma Aliye. Belə. O biriləri də göstərəcəm. İndi yanımda deyil. Burada isə Boğazın tam limanında belə böyük kruz gəmisi var. O qədər şaşalı idi, o qədər böyük idi ki, ağzım açıq baxdım və çox istəyərəm ki, bir gün mən də kruz gəmisi ilə bir tətilə çıxım. Çünki mənə çox maraqlıdır. Əgər məlumatınız yoxsa bu barədə yazıb YouTube-da baxa bilərsiniz.
Bu arada vapurun aşağı mərtəbəsi. Mən ancaq yuxarını göstərmişəm deyəsən. Aşağı mərtəbəsi də baxın belədir. Burada hətta içməli, atışdırmalı şeylər belə satırlar. Muz efendim. Bu muz. Portakal. İşte kivi efendim. Limon olsun mu? Evet, lütfen. Deməli, bayaq marketdən dayana bilməyib maraxuya aldıq. Bizim dostlarımız, ailəvi dostluğumuz olan o toy vlogun çəkdiyim ciddi Balidədir. Onları storydə qoyub bizim də ağzımızın suyu axdı. Getdik, biz də burada tapdıq, aldıq. Tapmadıq, əslində qarşımıza çıxdı. Çox dadlıdır. Yəni, Bakıda çox bahadır, amma başqa bir yerdə görsəz mütləq yiyin. Mən çox bəyənirəm. Şərəfə! Əgər Pera Palas filminə baxmısınızsa, daha doğrusu dizisinə, buranı yəqin ki tanıyacaqsınız. Bura Atatürk'ün qaldığı otellərdən biridir. Ona görə də burada Atatürk'ün qaldığı oteli müze kimi istifadə edilir. İndi isə axşam tərəfi yeməyə gəlmişik tavuk dünyasına. Mən bunun ləzzətlərini onsuz da evdə yoxlayıb çox bəyənirəm. İndi canlı yemək istəyirəm, görüm necədir dadı. Qiymətlərə təxmini belə baxa bilərsiniz. Bir dəqiqə işıq düşür bəzi yerlərə. Çox böyük boşqabdır. İndi servis onunla da göstərəcəm. Bankirimiz gəldiyinə görə pulları sizə davamı göstərə bilərəm. Bu 200 TL'dir. 100 TL'dir. Çaşdım. Bu Mustafa Efendi adınadır. Bu 20 TL'dir. Bu Kemalettin, Mimar Kemalettin adınadır. Hamısının bu bir üzü onsuz da Atatürk'dür. Bu isə 200 TL'dir. Ən böyük pul burada 200 TL'dir də səhvləmirəmsə. 200 TL'dən yuxarı pul vermirlər. Hələ ki verməyiblər. Yunus Emre'nin adınadır da. Belə. Çok sağ ol kocacığım. Çok sağ ol. Çok sağ ol. Çok sağ ol. Sağ olun. Baxın, mən sifariş elədiyim kekiklimdir. Kekik otu ilə hazırlanıb. Eniştəniz isə pendirli sifariş eləyib. 5 növ pendirdə hazırlanıb. Ümid edirəm dadları da yaxşı olar. Sonra biraz da gəzib şirniyyat yeməyə gəldik. Dondurmalı kazandibi, sütlaç və 2 çay. Biz dünən günü şirniyyat yeyib daha sonra elə otelə qayıtmaqla yekunlaşdırdıq. Otelə qayıtdıq. Bütün əşyalarımızı yığdıq. Çünki sabah gün artıq saat 12-də oteldən çıxış eləməliydik. Burada isə tamam başqa bir şeydən danışıram, amma indi fikir verdim ki, əvvəlki videonun sonu olmadığına görə üstünə səs yazmalıyam. Bu arada baxın, burada belə yollarda bizdə kimi təmizlikçi xalalar yoxdur da, yəni yerlər süpürən. Onlar belə naporlu su ilə yuyurlar yolları. Biz daha bir dostumuza hədiyyəsini getdik aldıq. Əslində dünəndən ağlımızda qalmışdı, daha yaxşısını axtardıq, amma sonra fikir verdik ki, ən yaxşısı elə budur. Getdik, bunu da aldıq. İndi isə gəlmişik. Burada belə boğaz havası alırıq. Boğaz havası alırıq və burada belə son günün son havaları. Burada belə tur gəmisi saxlayıb biz də belə oturmuşuq, baxırıq. Burada həqiqətən də suyun iyisi o qədər təmizdir ki, həqiqətən bizdə Xəzərdən neft iyisi gəlir, yağ iyisi gəlir, amma burada elə şey yoxdur, çox təmizdir hava. Dəli şeytan deyir ki, yoldan çıxın, bir dənə də vapur turu eləyin, prosta. Biraz risklidir. Həm də dünən axşam olsa sonuncu deyib eləmişdik. Risk olmasaydı mütləq eləyərdim. Nə necə buradan duranda? Baklava alıb Sultanahmetdə oturaq mı biraz? Olar. Gedək baklava alaq, Sultanahmetdə gedək biraz da oturaq. Sonra da saat hardasa 11:30-da oteldə olub əşyalarımızı aşağı düşürtməliyik ki, son 10 dəqiqə qalmış aşağıda olaq. Belə. Darxacam buraya. Son dəfə bir baklava yeməyəlim mən. İnanırsınız, indi biz Gülhanədən, deməli, Sultanahmetə qalxan yoldayıq. Normalda burada yerimək mümkün deyil, amma indi bomboşdur.
Çünki saat sadəcə 9-un yarısı ya da 9-a qalır. Belə bir şey idi. Çox qəşəngdir belə gəzmək. Əgər bura gəlirsə, səhər tezdən çıxıb gəzməyi mütləq tövsiyə edirəm. Amma nə qədər tezdən gəlsəz də, bu Selena'nın çəkildiyi yerdə sıralar dəhşət olur. Çünki yerli əhaliyə 1 TL-yə indiriblər. Amma turistlər yenə də 98 manatdır səhvləmirəmsə. Ona görə də yerli əhali axın elib bura. Dəhşət sıra var və içəridə çox basa-basa olur. Amma əgər illa gələcəm, illa görəcəm deyirsinizsə, mütləq şəkildə onlayn növbə götürün. Onda baxın, əlinizi qolunuzu sallaya-sallaya bu insanlar kimi keçirsiniz. Amma bunların hamısı canlı növbə gözləyir. Enişteniz çayları alıb gəldi. İndi baklava ilə çay içəcəyik. Arvın yaxşı bağla. Və biz artıq oteldən çıxış edirik. Belə. Bu da bizim otelin terasıydı. Otağın tam yanında. Qəşəngdir. Amma artıq evimi istəyirəm. Getdik kocam. Və artıq buradan sonrası bizim üçün çox stresli idi. Nəyə görə indi hamısını danışacağam. Burada yazıq Kəmran əlində çamadanlarla nə qədər yol gedib. Mən də əlimdə kiçik paket olduğu üçün video çəkə bilmişəm rahatlıqla. Çünki Kəmran ağır olanları mənə vermirdi. Nəysə ki, deməli burada dəhşət probka olur və biz xahiş eləmişdik ki, transfer saat 12-də gəlsin, amma təəssüf ki, transfer gecikdi. Çünki biz transfer şirkətinə yazdıq, onlar bizə cavab vermədi. Sonra travel şirkətinə yazdıq, onlar bizə gec cavab verdi və beləliklə biz bizə təyin olan sürücünün məlumatlarını gec tapdıq və biz əslində saat 12-də oteldən çıxmalıydıq ki, 16:55-də olan uçuşumuza artıq 2 saat əvvəldən gedək hava limanına çataq. Sadəcə olaraq sürücü də gecikmişdi və biz də yarım saat piyada ona tərəf yol yerdik. Çünki probkada qalmışdı, tərpənə bilmirdi. Biz də dedik ki, heç yoxdan gedək maşında oturaq, bəlkə oradan ara yoldan bir təhər çıxarıq. O da bizə təklif elədi ki, gəlin ən yaxşısı ödənişli yoldan gedək. Sadəcə 400 TL ödəniş eləyəcəksiniz və Avrasiya tunelindən istifadə eləyəcəyik. Beləliklə daha tez çatarıq. Bu arada biz travel şirkəti ilə Türkiyəyə getmişik. Onu da qeyd etmək istəyirəm ki, transferi də öncədən ödəmişdik. Sadəcə olaraq yenə də travel şirkətinin məsuliyyətsizliyi ucbatından biz əlavə ödəniş eləyərək ödənişli yoldan getməli olduq. Çox sağ olsun, sürücü dediyi vaxtda bizi çatdırdı, amma biz daha böyük bir şokla qarşılaşdıq. Sən demə, biz elə bildik ki, nə yaxşı, hələ 2 saat əvvəldən gəlmişik və biz saat 3-dür. Bizim uçuşumuza 2 saat var. Sən demə, yanılırmışıq və bizim uçuşumuz elə 50 dəqiqə sonraymış. Biz təsəvvür edin ki, çekinin bağlamağına 1 dəqiqə qalmış çatmışıq və çekində bizə dedilər ki, siz artıq 1 dəqiqə qalmış çatmısınız və böyük ehtimal gecikmisiniz. Sadəcə olaraq yenə də istəyirsinizsə bəxtinizi sınayın. Biz həqiqətən şokdaydıq, çünki travel şirkətinin bu qədər məsuliyyətsiz olacağını düşünməmişdik. Bir də düşünün ki, sən demə bu travel şirkətdən nə qədər insan narazıymış, amma mən onlar haqqında eşitməmişəm. Sırf böyük blogerlərin və hətta müğənnilərin belə reklam elədiyi travel şirkəti olduğu üçün güvənib oranı seçmişəm. Həqiqətən də bu qədər məsuliyyətsiz və bu qədər böyük bir səhv gözləmirdik. Mesajlara gec cavab verməkləri, gec geri dönüş eləməkləri müraciət çoxluğundan deyə düşünürdüm. Amma artıq uçuş saatının səhv deyilməyi, bizim təsadüfən ora vaxtında çatmağımız, bizim orada nə qədər insandan xahiş, minnət eləməyimiz, onu da keçirəm. Qaça-qaça koridorlarda gəzməyimiz, yəni bunların heç birisi mənim üçün unudulmayacaq. O əsəb, o stres həmişə mənim yadımda qalacaq. Təbii ki, bu travel şirkəti ilə bağlı biz də əlimizdən gələn bütün tədbirləri görəcəyik. Yoldaşım yəni bu işlə məşğul olacaq. Nəysə, boş verək onları, ən yaxşısı. Gəlin bir yerdə Azalın verdiyi yeməklərə baxaq. Deməli, Azalda belə bir pendir verilir. Çox dadlı idi. Holland pendiri kimi bir dadı var idi, amma fərqli idi. Yağ verilir. Ondan əlavə mən toyuqlu menyu seçmişdim. Yanında belə bir mühallebi kimi bir desert vermişdilər. Dadsız idi. Belə kələm turşusu vardı. Çox dadlı idi. Çox bəyəndim. Daha sonra toyuqlu yeməkdə isə baxın belə bir düyü vermişdilər və düyünün üzərində isə şnitzel var idi. Həqiqətən dadı çox yaxşı idi, yəni bəyəndim. Hətta deyərdim ki, indiyə qədər təyyarədə yediyim ən dadlı yemək idi.
təyyarə Bakıya enən kimi elə bir soyuq hava var idi ki, mən elə bilirdim ki, biz Bakıya yox, başqa bir ölkəyə səhvən düşmüşük. Çünki Türkiyədə günlük günəşli ikən buranın bu qədər soyuq olmağı məni təəccübləndirdi. Külək adam aparırdı. Düzü kurtkamı bagajda çox yer tutmasın deyə geyinmişdim, amma yaxşı ki də geyinmişəm. Kamran deyir, yaxşı ki geyinmisən, çünki soyuq olardı, donardın sən burada. Düz deyir, mən dəhşət üşüyən olmuşam axır illərdə. Nəysə, sonra elə biz də burada təyyarədən sonra avtobusa mindik. O isə bizə gətirdi terminala. Burada sonuncu əməliyyatları elədik və evə getmək vaxtıdır. Siz isə videonu bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Vlogların davamı üçün kanalıma abunə olmağı unutmayın. Son vaxtda videolarımın baxış sayı düşüb deyə həvəsdən düşürəm, amma davam eləyəcəm. Növbəti videolarda görüşmək üzrə. Hələlik.